gün də kinoya sədaqətindən dönmür. Yazır, yaradır, araşdırır. Onu canlı kino ensiklopediyası da adlandırırlar. Gənclik illərindən ömrünü bu sahənin tədqiqinə həsr edib. Milli kino tariximizin bilinməyən məqamlarını üzə çıxarıb. Tanınmayan simaları cəmiyyətə tanıdıb. Azərbaycan kinosunun fədakar tədqiqatçısı Aydın Kazımzadənin bugün 86 yaşı tamam olur. 4 cildlik təzə bir kitabım çıxır. Filmlərin ensiklopediyası. Orada deməli, mənim bu tərcümeyi halımı yazdım. Bu tərcümeyi hal. Deməli, tərcümeyi hal sığışmadı bir varağa. Oldu varaq yarım ən xırda şriftlərlə. Deməli, hesablamışam, mənim durduğum, oturduğum kinoda adamların siyahısı haradasa 100-dən artıqdır. Yəni, kinoda 1200 adam işləyirdi. İxtisasca jurnalist olan Aydın müəllim kinoya gəlişini təsadüf kimi dəyərləndirir. Kino sahəsində ilk addımlarını isə fotoqraf kimi atıb. Nə işlə məşğul olursan ol, yenə onun dərinliyinə gedib öyrənmək lazımdır. Başladım kinonu öyrənməyə. Və ilk gündən kitablar axtarıram. Kino ilə bağlı kitablar yoxdur. Demək olar ki, yox idi. Milli kino tariximizin 1916-cı ildən deyil, məhz 1898-ci ildən başlanması faktının üzə çıxarılıb, elmi əsaslarla sübuta yetirilməsi və ümumilli lider Heydər Əliyevin sərəncamı ilə avqustun 2-sinin kino işçiləri günü elan edilməsi Aydın Kazımzadənin adı ilə bağlıdır. Bu hələ belə dördü. Ona görə başıma o qədər oyunlar gəldi ki, çox sağ ol deməyin yerinə başladılar ki, bu kimdir ki, özündən hoqqa çıxardır. Belə şey, qəzetdə məqalə yazdılar. Haqqımda çox pis məqalə yazdılar. Düzdür, mən cavab yazırdım sonra. Amma belə şeylər də olurdu. Aydın Kazımzadə eyni zamanda Azərbaycanda kino mətbuatının banisidir. O, kino qəzetinin və film jurnalının baş redaktoru kimi uzun illər fəaliyyət göstərib. Bu günləri təbrik edirsən mən ki, 86 yaşım var, amma mümkün deyil. Mən oturub işləyirəm. O bir evə getsən, İş stolum oradadır, həm də buradadır. Görəcəksən ki, hamısı kitab dəftərdir. Hər yer kitab dəftərdir. Çünki ayrıla bilmirəm. Mən, misal, həyətə düşüb yay vaxtında cəmaat saat 12-yə qədər oturur orada. Nərd vururlar, domino oynayırlar. Mən bir dəfə də düşmürəm. Düşmürəm ona görə yox ki, istəmirəm, istəyirəm. Mənim vaxtım yoxdur. Hazırda Azərbaycan kinosunun vəziyyəti haqqında soruşduqda isə mən həmişə sabaha inanmışam. Qarabağın alınmasına da inanmışam. Bax, kinomuzun gələcəyinə də inanıram. Çünki ola bilməz, ola bilməz. Bu kinoya bir dəqiqə pul da ayrılır. Artıq yoldaşlar filmlər çəkirlər, cavan uşaqlar. Hərdən səhvə yol verirlər. Çünki kinonun dərinliyini bilmirlər. Ömrünü milli kinomuzun yaddaşına çevirən Aydın Kazımzadə bu gün də eyni sevgi və fədakarlıqla yaradır, araşdırır və öyrədir. 86 illik mənalı ömür, tükənməz enerji və kinoya sədaqət onu təkcə görkəmli tədqiqatçı deyil, həm də bütöv bir məktəbə çevirib. Arzumuz budur ki, milli kinomuzun yaşayan yaddaşı hələ uzun illər öz sözünü deməyə davam etsin.